Salam. Deməli, dim test toplusu yerin öz oxu ətrafında hərəkəti mövzusundan bir sualın izahına baxacaq. Deməli, burada deyir ki, Bakıda yerli vaxtla 4:28-dir. Ondan cənub-qərbdə yerləşən Bakı 40 şimal enliyindədir. Ondan cənub-qərbdə deyirsə, cənubda yerləşən bir məntəqə olmalıdır. Cənub-qərbdə yerləşən məntəqədə yay gün dönümündə günəş şüaları günorta vaxtı 36.5 dərəcə bucaq altında düşür. İlk əvvəl baxarıq ki, yay gün dönümü deyirsə, günəş 23.5 dərəcəlik şimal enliyində zenitdə olur. Bu zaman 36.5 dərəcə bucaq altında düşən məntəqəni biz tapsaq buradan, 36.5 23.5-ə yay gün dönümündə 90 dərəcə bucaq altında düşür. Hər hansı bir enliyə bilmirik neçənci enlik olduğunu, bilirik ki 36.5 dərəcə bucaq altında düşür. İki nöqtə arasında nə qədər enlik fərqi varsa, o qədər də düşmə bucaq fərqi olacaq. Deməli, düşmə bucaq fərqi 53.5-dir. 90-dan 36.5 çıxdıqda qalır 53.5. Deməli, 53.5 dərəcədə enlik fərqi olmalıdır. 23.5 şimal enliyindən 53.5 dərəcə cənuba düşsək, çatarıq 30 cənub enliyinə. Çünki bu məntəqə Bakıdan cənub-qərbdədir. Ona görə 23.5-dən 53.5 dərəcə cənuba düşdük. Tapdıq 30 cənub enliyi. Paraleli tapdıq 30 cənub enliyi. İndi baxaq meridianına. Bakıda 4:28-dir. Aşağıdan çəkim. Bakıda 50 şərq uzunluğunda 4:28-dir. Bu məntəqədə isə 20:36-dır. Bilmirik hansı paralel meridian olduğunu, bilirik ki vaxt 20:36-dır. İndi gəlin baxaq görək aralarında neçə saat fərq var. Həmən məntəqədə 20:36-dır, yəni Bakıdan geridir. Artıq Bakıda yeni gün başlayıb 4:28-dir. Bu məntəqə ondan qərbdə olduğuna görə orada 20:36-dır. Deməli, aralarında 7 saat 52 dəqiqə vaxt fərqi var. Buradan yazıram. 7 saat 52 dəqiqə. 7 saat 52 dəqiqəni mən dərəcəyə çevirsəm, 7-ni vurdum 15-ə 105. Dəqiqəni böldüm 4-ə etdi 13. Aralarında 118 dərəcə fərq var. Bakıdan 118 dərəcə qərbə doğru getsəm, çataram 68 qərb uzunluğuna. Deməli, coğrafi enliyi tapmışdıq. 30 cənub enliyi idi və uzunluğunu da tapdıq 68 qərb uzunluğu. Burada 30 cənub enliyi 68 qərb uzunluğu bir variantda var. Bizdən sonra nə soruşur? A məntəqəsinin yerləşdiyi saat qurşağını soruşur. 68 qərb uzunluğunu 68-i bölsəm 15-ə 4 qalıq 8. Qalıq 7.5-dən böyük olduğuna görə 4-ün üzərinə 1 gəlirəm. 5. Qərb yarım kürəsi olduğuna görə 20-dən 5-i çıxıram. Edir 19. Cavabımız olur 19-cu saat qurşağı, 30 cənub enliyi, 68 qərb uzunluğu.